Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Deməli, blok imtahanına hazırlaşan yuxarı sinif şagirdləri üçün, yəni 11-ci sinif şagirdləri üçün fizikadan növbəti blok sınağı ilə davam edirik. Yeri gəlmişkən sınaq qrupumuza qoşulmaq istəyənlər ekranda görünən 050 453 56 37 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərlər. Odur ki, söhbəti çox uzatmadan başlayaq birinci sualla. Deyilir ki, mayelərdə Pascal qanununun doğruluğunu hansı cihazla yoxlamaq olar? Bu, mayeli manometrdir. Pascal qanunu nə deyir? Pascal qanunu deyir ki, mayelər və qazlar xaricdən edilən təzyiqi bütün istiqamətlərdə bərabər şəkildə ötürür. Və mayeli manometr vasitəsilə bu qanunun doğruluğunu yoxlamaq mümkündür. Yəni, mayeli manometr vasitəsilə görürük ki, mayelərə edilən təzyiq bütün istiqamətlərdə eyni ötürülür. İkinci sualla davam edirik. İki müstəvi kondensator sxemdə göstərildiyi kimi birləşdirilmişdir. Birinci kondensatorun yükü Q, enerjisi V olarsa, deməli Q1 bərabərdir Q imiş, V1 də V-yə bərabərmiş. Deyir ki, ikinci kondensatorun yükü və enerjisi nəyə bərabər olar? Bu kondensatorlar ardıcıl şəkildə birləşdirilmişdir. Birinci kondensatorun yükü və ikinci kondensatorun yükü bir-birinə bərabərdir. Yəni, birinci kondensatordakı yük Q-ya bərabərdirsə, ikinci kondensatordakı yük də Q-ya bərabərdir. Daha sonra enerjini necə düşünə bilərik? Kondensatorlardakı yüklər bərabər olduğu üçün V bərabərdir Q-nun kvadratı bölünsün 2C ifadəsindən istifadə edə bilərik. Buradan görürük ki, enerji kondensatorun tutumu ilə tərs mütənasib asılıdır. Yəni, tutum neçə dəfə fərqlənirsə, enerji də həmən dəfə fərqlənir. Birincidə tutum C-yə, ikincidə tutum 3C-yə bərabərdir. Tutum 3 dəfə fərqlidir. O zaman birincidəki enerjiyə V desək, ikincidəki enerjiyə 3V deyə bilmərik. Bax, tərs mütənasib asılıdır deyirik. Ona görə V bölü 3 deməyimiz lazımdır. Yəni, sualımızın cavabı olmalıdır. Q bir də V bölü 3. Bu da D variantında verilmiştir. Davam edirik növbəti sualla. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. İndi tezlik düsturun nü bərabərdir. Yaylı rəqqasda 1 bölünsün 2 pi kök altında K bölü M'dir. Riyazi rəqqasda isə nü bərabərdir 1 bölünsün 2 pi kök altında J bölü L'dir. İndi bunları bir-birinə bərabər edərkən 1 bölü 2 pi'lər və köklər gedir. Geriyə qalır belə bir şey. K bölü M bərabərdir J bölü L. Bizə burada lazımdır riyazi rəqqasın uzunluğunu hesablamaq. Yəni, L-i hesablamaq. L bərabərdir. K-nı yazıram məxrəcdə, MJ-ni də yazıram kəsrin surətində. Amma burada bir şeydə diqqətli olmaq lazımdır. 2 dənə kütlə var. Biz hansını götürəcəyik? Təbii ki, birincini götürəcəyik. Niyə? Çünki ikinci rəqqas riyazi rəqqasdır və riyazi rəqqasla rəqs tezliyi və yaxud periodu kütlə ilə əlaqəli deyil. Yəni, burada yazdığımız kütlə yaylı rəqqasdan asılmış cismin kütləsidir. O zaman kütlənin yerinə 0,4 kiloqram yaza bilərəmmi? Yəqin ki, yazaram. Vurulsun. Sərbəst düşmə təcirinin qiyməti 10'dur. Yayın sərtliyi də 8'dir. Buradan L bərabərdir. 0,4'ü 10'a vurdum. 4 oldu. 4'ü də 8'ə böldüm. Alındı 0,5 metr. 0,5 metr demək də 50 santimetr deməkdir. Yəni, sualımızın cavabı A variantıdır deyə bilərik. Dördüncü sualla davam edirik. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar sıxılmada qazın işi hansı ifadə ilə təyin edilir? Baxın, izobar sıxılma deyir. İzobar proses təzyiqin sabit olduğu prosesdir. Və sıxılma dediyi üçün həcm azalır. Deməli, təzyiq sabit, həcm azalır. O zaman biz 3-4 prosesini götürməyimiz lazımdır. Çünki burada gördüyümüz kimi təzyiq sabitdir və həcm azalır. O zaman görülən işi belə yaza bilərik. A bərabərdir P0, çünki təzyiqin qiyməti P0'a bərabərdir. Həcm isə 3V0'dan V0'a dəyişib. Yəni, həcmin dəyişməsi mənfi 2V0'dır. Bu da elədir mənfi 2 P0 vurulsun V0. Yəni,
Y variantı. 5-ci sualla davam edirik. İki sonsuz uzun cərəyanlı düz naqil eyni müstəvidə bir-birinə perpendikulyar yerləşdirilmişdir. Birinci cərəyanlı naqilin maqnit sahəsinin M nöqtəsindəki induksiya vektoru B olarsa, yekun sahənin bu nöqtədəki induksiyası nəyə bərabərdir? İndi bunu sağ əl qaydasından tapa bilərik. Sağ əlimizin baş barmağını tuturuq cərəyan istiqamətində. Baş barmağı cərəyan istiqamətində tutanda 4 barmağımız görürük ki, burada bizdən gedir. Yəni M nöqtəsində bizdən şəkil müstəvisinə doğru yönəlir. Bizdən şəkil müstəvisinə doğru yönələndə X yaza bilərik. Digər naqil üçün, yəni I1 cərəyanı üçün induksiyanı tapanda yenə sağ əlimizin baş barmağını yuxarı doğru tuturuq. Belə tutanda görürük ki, bax, bu tərəfdə 4 barmağımız bizdən gedir, amma bu tərəfdə bizə doğru yönələcək. Yəni bir dənə də burada nöqtə olacaq. Bir dənə X, bir dənə isə nöqtə. Yəni birinin yaratdığı induksiya bizdən şəkil müstəvisinə doğru, digərinin yaratdığı induksiya isə şəkil müstəvisindən bizə doğru. Bunlar əks istiqamətlidir. Əks istiqamətli olduğu üçün bir-birindən çıxılır. Əgər bu B-dirsə, bu da B-dir. Amma əks istiqamətdə, məsələn, tutalım ki, əvəzləyici qüvvəni tapanda bu istiqamətdə 4 Newton, bu istiqamətdə də 4 Newton qüvvə olarsa əvəzləyicisi nəyə bərabərdir? 0-a bərabərdir. Bu da eyni şəkildə. İnduksiyalar əks istiqamətdədir və eyni qiymətə sahibdirlər. Bəs eyni qiymətə sahib olduğunu hardan biləcəyik? Məsafələr eynidir, cərəyan şiddətləri eynidir. Bu onu göstərir ki, maqnit induksiyalar da eynidir. Deməli, əks istiqamətdə yönəlirlər və qiymətlər də eynidir. O zaman yekun induksiya 0-a bərabərdir. Ona görə də sualın cavabı C variantı olmalıdır. 6-cı sualla davam edirik. İnduktivlik vahidi Henry'nin əsas vahidlərlə ifadəsi hansıdır? V bərabərdir Li kvadratı bölü 2 düsturundan Henry'nin əsas vahidlərlə ifadəsini gəlin çıxardaq. Buradan L tapsam, L bərabərdir alınır I kvadratı, yuxarıda da 2V. V nədir? Enerjidir. Enerjinin vahidi jouldur. I nədir? Cərəyan şiddətidir. Cərəyan şiddətinin vahidi də amperdir. Amma burada kvadratı var. O zaman oldu amperin kvadratı. Joul'un əsas vahidlərlə ifadəsi kiloqram vurulsun metrin kvadratı bölü saniyə kvadratıdır. Məxrəcdə də bir dənə amperin kvadratı var. Deməli, kiloqram vurulsun metrin kvadratı bölünsün amper kvadratı saniyə kvadratı Henry'nin əsas vahidlərlə ifadəsidir. 7-ci sualla davam edirik. Riyazi rəqqasın sərbəst rəqsləri zamanı rəqs edən maddi nöqtənin impulsunun 0-a bərabər olduğu anda kəmiyyətlərdən hansılarının mütləq qiyməti maksimum olar? Deməli, impulsu 0-a bərabərdir deyir. P bərabərdir M vurulsun V ifadəsinə əsasən. İmpuls 0-a bərabərdirsə, o zaman sürət də 0-a bərabərdir. Sürət 0-a bərabər olan zaman təcil, yer dəyişmə, potensial enerji bunlar olur maksimal. Burada da təcil və potensial enerji verilib. Deməli, bunlar maksimaldır. O zaman 2 və 3 sualın cavabıdır. 8-ci sualda. Verilmiş kütləli ideal qazın həcminin mütləq temperaturdan asılılığı göstərilmişdir. Koordinat sistemində hansı qrafik bu prosesə uyğundur? İndi burada görürük ki, 1-dən 2-yə keçəndə həcm sabit qalır və temperatur artır. Deməli, bu proses izoxor qızma prosesidir. Həcm sabit, temperatur artırsa, o zaman təzyiqin də artması lazımdır. Çünki izoxor prosesdə temperatur təzyiqdən düz asılıdır. İndi burada həcmin sabit qaldığı və təzyiqin artdığı bir qrafik seçməliyik ki, bu da baxaq görək harada verilib. D variantında verilib. Davam edirik 9-cu sualla. VT koordinat sistemində doyan buxar üzərində gedən proses göstərilmişdir. MT koordinat sistemində hansı qrafik bu prosesə uyğun gəlir? Gözəl insanlar, bu prosesin izotermik olduğunu görürsünüz. Doyan buxar izotermik prosesdə hansı kəmiyyətlər sabitdir? P, rho, N. Yəni təzyiq, sıxlıq, konsentrasiya. Burada biz deyə bilərik ki, sıxlıq sabitdir. Çünki temperatur sabitdir. Temperatur sabitdirsə doyan buxarın sıxlığı sabit olur. İndi sıxlıq sabitdir, biz kütləni düşünək. M bərabərdir rho V düsturunu yazaq. Burada 1-dən 2-yə keçəndə görürsünüz ki, həcm artır. Həcm artırsa, kütlə necə dəyişər? Artar. Deməli,
Temperatur sabitdir və kütlə artır. Temperaturun sabit qalıb kütlənin artdığı da A variantında göstərilmişdir. 10-cu sualla davam edirik. Verilmiş elektrik dövrəsindəki AB aralığına hansı elementi bağladıqda L lampasının parlaqlığını tənzimləmək olar? Lampanın parlaqlığını tənzimləmək üçün reostatdan istifadə olunur. Niyə? Çünki reostat dövrədəki cərəyan şiddətini dəyişir. Cərəyan şiddətinin dəyişməsi də lampanın parlaqlığının dəyişməsi deməkdir. O zaman bizə reostat lazımdır. Reostat da D variantında göstərilmişdir. Növbəti sualda deyir ki, yer səthindən H bərabərdir R hündürlükdəki cismə təsir edən ağırlıq qüvvəsi 160 Newtondur. Yer səthindən 3R hündürlükdə bu cismə təsir edən ağırlıq qüvvəsi nəyə bərabər olar? Deməli, H bərabərdir R hündürlükdə 160 Newton imiş. H bərabərdir R hündürlükdə ağırlıq qüvvəsinin necə dəyişdiyini düşünək. Ağırlıq qüvvəsi F bərabərdir M bölünsün R üstəgəl H-ın mötərizə kvadratı şəklində yazıla bilər. H bərabərdir R hündürlükdə olanda qüvvə yerdəkinə nəzərən, yer səthindəkinə nəzərən 4 dəfə azalır. Yəni H-ın yerinə R yazanda R-ə R gəlirik. 2R kvadratı deyilir 4. Deməli, qüvvə olur F bərabərdir F0 bölünsün 4. 4 dəfə azalmış olur. Və bunun qiymətinin 160-a bərabər olduğunu bizə deyir. Buradan mən F0'ı tapsam 4'ü 160'a vuraram və 640 Newton bunun qiymətini alaram. İndi bizə lazımdır nə? Bizə lazımdır 3R hündürlükdə. O zaman H bərabərdir 3R hündürlükdə. R'in üzərinə 3R gələrik 4 kvadratı eləyər 16. Deməli bu hündürlükdə təsir edən qüvvə 16 dəfə azalır. F0 bölü 16 olur. Bu da bərabərdir 640 bölünsün 16. O da bərabərdir 64'ü 16'ya böldük 4. Yanında da bir dənə 0. Deməli 40 Newton sualımızın cavabıdır. Növbəti sualla davam edirik. Cisim üfüqi səth üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düz xəttli bərabər sürətdə hərəkət edir. Bax, birinci növbədə bu hissəni həll edək. Niyə düz xəttli bərabər sürətdə hərəkət edir? Nə zaman hərəkət edər? Bu, belə deyək də, dartı qüvvəsi ilə sürtünmə qüvvəsinin bərabər olduğu zamanda mümkündür. Düz xəttli bərabər sürətlə hərəkət edən zaman 20 Newton dartı qüvvəsi varsa, o zaman 20 Newtonda sürtünmə qüvvəsi var. Və bu sürtünmə qüvvəsi ikinci şəkildə də eyni qalmalıdır. Çünki eyni cisimdir də və burada zaten mötərizənin içərisində sürtünmə qüvvəsinin sabit olduğunu deyir. Deməli, burada da sürtünmə qüvvəsi 20 Newtondur. O zaman mən belə bir şey yaza bilərəm. MA bərabərdir. Bərabər yeyinləşən olduğu üçün dartıdan çıxıram sürtünməni. Və buradan dartını tapmaq istəsəm, MA üstəgəl FS yaza bilərəm. Buradan dartı qüvvəsi bərabərdir. Kütləsi 5, təcili 2. 5'i vurdum 2'yə 10 elədi. Sürtünmə qüvvəsinin üzərinə gəlirəm. Sürtünmə qüvvəsi də 20'dir. 10'un üzərinə 20 gəldim. Nəticədə buradan dartı qüvvəsi alındı. 30 Newton. Yəni B variantı. Davam edirik 13-cü sualla. Harmonik rəqs edən 200 qram kütləli cismin sürəti bu qanunla dəyişir. Cismə təsir edən qüvvənin maksimal qiymətini hesablayın. Hesablayın deyir, hesablayaq. Bir dənə buradan kreativ rəng seçək. Çox kreativ oldu, amma nəysə. Deməli, birinci növbədə təcilin maksimal qiymətini tapaq. AM bərabərdir, VM vurulsun omega. Bu da bərabərdir. Sürətin amplitud qiyməti bax burada 3'dür. Omeganın qiyməti kosinusdan T'nin arasında duran qiymətdir, yəni 5 pi'dir. Bu da bərabərdir 3 vurulsun 5 vurulsun pi'nin qiyməti də 3. 15-45. Deməli, təcilin amplitud qiyməti alındı 45. Burada qüvvənin maksimal qiymətini tapmaq istəsək, M vurulsun A, M yaza bilərəm. Kütlənin qiyməti 200 qram, yəni 0,2 kiloqram yazdım, 0,2. Təcilin amplitud qiyməti 45. 0,2'ni 45'ə vuranda alınır 9 Newton. Yəni sualımızın cavabı C variantıdır deyə bilərik. 14'də elektron intensivlik xətləri istiqamətində, nəsə bu rəng məni tutmadı, dəyişdik. Elektron intensivlik xətləri istiqamətində 20 volt potensiallar fərqi keçdikdə onun kinetik enerjisi necə dəyişər? Yadımızda qalsın ki, elektrona intensivlik vektorunun əksi istiqamətində qüvvə təsir edir. İntensivlik vektoru sağa doğrudurmu? O zaman buna onun əksi istiqamətində, yəni sola doğru bir qüvvə təsir edir. Sürətin sağa doğru yönəldiyini görürük.
Bax, qüvvə ilə sürət əks istiqamətdə. Bu necə hərəkətdir? Yavaşayan hərəkət. Yavaşayan hərəkətdirsə, o zaman kinetik enerjisi deməli azalır. Nə qədər azalır? 20 volt potensiallar fərqi keçdiyi üçün 20 elektron volt azalır. Yəni oldu C variantı. Keçdik 15-ci suala. Məftilin nisbi uzanmasından deformasiya etirici qüvvənin modulundan asıllıq qrafiki verilmişdir. Məftilin en kəsiyinin sahəsini hesablayın. Deməli yaza bilərəm sigma bərabərdir F bölünsün S və eyni zamanda sigmanın başqa bir dənə də düsturu var. Sigma bərabərdir epsilon vurulsun Y. Bunları bir-birinə bərabər edirəm. F bölü S bərabərdir epsilon vurulsun Y. Bizə lazımdır burada məftilin en kəsiyinin sahəsini tapmaq, yəni S-i tapmaq. S bərabərdir. Epsilon və Y-ni yazıram kəsrin məxrəcində. F də olmalıdır kəsrin surətində. Buradan S bərabərdir. F qüvvədir. Qüvvənin qiyməti 240 Newtondur. 240'ı yazdım burada. Epsilonun, yəni nisbi uzanmanın qiyməti 3 10 üstü mənfi 4'dür. Yazdım. 3 vurulsun 10 üstü mənfi 4. Young modulunun qiyməti də 2 10 üstü 11'dir. Yazdım 2 10 üstü 11. Bu da bərabərdir. İndi burada 3'ü 2'ye vurduq 6. 10 üstü mənfi 4 ilə 10 üstü 11 eləyir. 10 üstü müsbət 7. Düzdürmü? Burada deməli 240 var. Burada da 6 10 üstü 7 var. 240'dan altına apardıq. Qaldı geriyə 40. Vurulsun. Neçə? 10 üstü 7 yuxarı qalxdı. Oldu 10 üstü mənfi 7. Və yaxud da bunu yaza bilərik. 4 vurulsun 10 üstü mənfi 6 metrin kvadratı. 4 10 üstü mənfi 6 metr kvadratı 4 millimetr kvadratı deməkdir. Ona görə də sualımızın cevabı C variantı olmalıdır. Deyirik və dayanmadan növbəti sualla davam edirik. Elektromagnet dalğası vakumda yayılır. Dalğanın yayılma istiqaməti ilə elektrik sahəsinin intensivlik vektoru arasındakı bucaq nəyə bərabərdir? Deməli, elektromagnet dalğasının yayılma istiqaməti, sonra intensivlik vektoru, bir də magnet induksiya vektoru. Bunların hamısının arasındakı bucaq 90 dərəcədir. Hər biri arasındakı bucaq 90 dərəcədir. Hər biri bir-birinə perpendikulyardır. Növbəti məsələdə düzxətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Grafikin göstərilən hissələrində təcillərin proyeksiyaları üçün hansı münasibət doğrudur? Təcilin proyeksiyasının böyük olması üçün qrafik daha üzü yuxarı doğru, daha dik formada yerləşməlidir. Yəni bir grafiki görür ki, daha üzü yuxarı doğrudur, 3 grafiki daha aşağı meyillidir. Ona görə bir hissəsində təcilin proyeksiyası 3'dəki təcilin proyeksiyasından daha böyükdür. Bəs 2 hara getdi? 2'də görürsünüz ki, sürət sabitdir. Sürət sabit olan yerdə təcil olur 0. Deməli, A1 A3'dən böyükdür və A2 0'a bərabərdir. Bu da D variantında verilmişdir. 18-ci sualla davam edirik. Ara kəsmə ilə bərabər hissəyə bölünmüş qaba krandan bərabər sürətlə su tökülür. Qab su ilə tam dolana qədər onun dibindən B nöqtəsində suyun hidrostatik təzyiqinin zamandan asıllıq qrafiki hansıdır? Gözəl insanlar, bura elə bil ki, krandan su tökülür və su töküldükcə burada suyun səviyyəsi qalxır. Suyun səviyyəsi qalxdıqca təzyiq də artır. İndi suyun səviyyəsi artdı, təzyiq də artdı. Okey. Sonra bax, buradakı su doldu, su artıq tökülür bu birisi tərəfə və başlayır burada su yüksəlməyə. B nöqtəsinin üzərində su yüksəlirmi? Xeyr, tökülən su hamısı daşır o birisi tərəfə. Ona görə daha sonraki zamanda burada təzyiq dəyişməyəcək. Sonra burası doldu tamamilə. İndi ikisi bir yerdə yüksəlir. Yəni bax, bura qədər ki tamamilə doldu, artıq ikisi birlikdə yüksəlir. Və buradakı yüksəlmə biraz daha yavaşdır. Çünki birinci halda qab dar formadaydı. Onu elə bil ki təzyiqini artırmaq, hündürlüyünü dəyişmək rahat idi. Tez-tez qalxırdı. Amma artıq enli olan hissəyə ki keçdi, yavaş-yavaş qalxır. Ona görə də burada təzyiq biraz geç artır. Ona görə qrafik biraz daha aşağı doğru meyilli olur. Bu da A variantında verilmiştir. Hansı maddələrin üzərinə enerjisi 3.2 elektron volt olan fotonlar düşdükdə fotoeffekt baş verər? Fotoeffektin baş verməsi üçün düşən fotonların enerjisi çıxış işindən böyük olmalıdır. Burada 3.2 elektron volt bu fotonların enerjisidir, düzdürmü? Bu fotonların enerjisi çıxış işindən olmalıdır böyük.
Hansından böyükdür? Sezyumdan böyükdür. Bir də kaliumdan böyükdür. Amma o birisilərdən kiçikdir. Ona görə sezyumda və kaliumda fotoeffekt hadisəsi baş verər. Növbəti sualda düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asıllıq qrafiki hansıdır? Deməli, birinci növbədə burada birinci hissədə sürətin sabit olduğunu görürük. Sürət sabit olan yerdə təcil sıfırdır. Təcil birinci hissədə sıfırdır. Ona görə qüvvə də sıfırdır. Çünki F bərabərdir MA-dır. Təcil sıfırdırsa qüvvə də sıfırdır. Sonra bu ikinci hissədəki var, qrafik yuxarı qalxır. Ümumiyyətlə istəyir aşağıda, yəni sıfırdan aşağıda olsun, istəyir sıfırdan yuxarıda olsun, təcil qrafikində, üzr istəyirəm, sürət qrafikində qrafikin yuxarı doğru qalxdığını görürsünüzsə, orada mütləq şəkildə bilin ki, təcilin proyeksiyası müsbətdir. Qrafiki üzü yuxarı doğru görürsünüzsə, təcilin proyeksiyası müsbətdir. Təcilin proyeksiyası müsbət olduğu yerdə qüvvənin də proyeksiyasının müsbət olması lazımdır. Ona görə də B variantı olmalıdır sualımızın cavabı. Gəldik 21-ə. Deyir ki, bu ifadə ilə hansı fiziki kəmiyyət təyin olunur? V-nin, yəni enerjinin yerinə mən yaza bilərəm Q vurulsun U. Sonra buradakı K və U-nu da olduğu yerlərdə saxlayaram. U-lar gedəndən sonra qalar geriyə K vurulsun Q. Bu KQ ifadəsi kütlənin ifadəsidir. Yəni, elektrod üzərində ayrılan maddənin kütləsidir. Növbəti sualda hansı şüalar elektrik sahəsində meyl edir? Elektrik sahəsində meyl edən şüalar alfa şüalardır. Niyə? Çünki alfa şüalar yükə malikdir. Alfa şüaların helium nüvələrindən ibarət olduğunu bilirik və heliumun nüvəsinin də yükü var təbii ki. Ona görə də alfa şüalar elektrik sahəsində meyl edir. Növbəti məsələdə reostat məsələsidir. Deyir ki, reostatın sürücüsünü sola sürüşdürsək, nə baş verər? Reostat bu şəkildə verilib, düzdürmü? Bax, təqribən bu formada verilib. İndi biz bunu sola sürüşdürsək, bax, bu vəziyyətdə idi. İndi reostatın sürücüsünü sola gətirdim, bax, bura gətirdim. Əvvəlcə elə bil ki, bu uzun olan hissədən cərəyan keçirdi. İndi isə daha qısa olan hissədən cərəyan keçir. Yəni, uzunluq azalır. Uzunluq azalırsa müqavimət azalır. R bərabərdir rho L bölünsün S məntiqinə əsasən. Müqavimət azalırsa cərəyan şiddəti I bərabərdir U bölü R-dən müqavimət azaldığı üçün cərəyan şiddəti artır. Cərəyan şiddəti artan yerdə F bərabərdir LI artır. V bərabərdir LI kvadratı bölünsün 2 artır. Hər ikisi artır. Növbəti məsələdə şaquli istiqamətdə yuxarı atılmış mərmi trayektoriyanın ən yüksək nöqtəsində partlayaraq 2 dənə qəlpəyə ayrılır. Qəlpələrdən biri bir istiqaməti üzrə hərəkət edərsə, digər qəlpənin hərəkət istiqamətini müəyyən edin. Bax, burada məsələnin həlli bu hissədədir. Trayektoriyanın ən yüksək nöqtəsi. Biz cismi atdığımız zaman trayektoriyanın ən yüksək nöqtəsində o dayanır. Yəni, sürəti sıfır olur. Sürəti sıfırdırsa, impulsu da sıfırdır. Yəni, başlanğıc impulsu, ilk impulsu sıfırdır. Partlayışdan əvvəl impuls sıfırdırsa, partlayışdan sonra da impuls sıfır olmalıdır. Qəlpələrdən biri əgər yuxarı doğru, məsələn deyirəm, müsbət P impulsu ilə gedirsə, digəri aşağı doğru mənfi P impulsu ilə getməlidir ki, müsbət P ilə mənfi P-nin toplamı sıfır olsun. Yəni, başlanğıcda impuls sıfır idisə, sonda da impuls sıfır olmalıdır. Bu, nədir? İmpulsun saxlanma qanunudur. Ona görə də bizə deyir ki, qəlpələrdən biri 1 istiqamətində gedir. Biz də avtomatik olaraq bilirik ki, digər qəlpə 4 istiqamətində gedər. Davam edək 25 ilə. Üfüqi dielektrik müstəvi səth üzərindəki yüklü kürələr sükunətdədir. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. İndi bunlar hər ikisi mənfi yüklərdir. Ona görə bunlar bir-birini itələyir. Bu mənfi bu mənfini bu tərəfə, digərində o birisi tərəfə itələyir. Deməli, buna təsir edən kulon qüvvəsi bu tərəfə doğru, sol tərəfə doğru, digərinə təsir edən kulon qüvvəsi isə sağ tərəfə doğru yönəlir. Sonra, sükunətdə olduğu üçün kulon qüvvəsinin əksi istiqamətində buna sükunət sürtünmə qüvvəsi təsir edir. Amma digərinə isə kulon qüvvəsi sağ olduğu üçün sola doğru sükunət sürtünmə qüvvəsi təsir edir. Və hər ikisi sükunətdə olduğu üçün kulon qüvvəsi ilə sükunət sürtünmə qüvvələri bərabər olmalıdır. 5-i də yazdıq ortada. 1, 3, 2, 4, 5 sualımızın cavabıdır. Qarşılı ötürmə ilə fırladılan iki disk üzərindəki 1, 2, 3 nöqtələrinin xətti və bucaq sürətləri arasında hansı münasibətlər doğrudur? Birinci növbədə qarşılı ötürmə zamanı qayış üzərindəki nöqtələrin, yəni 1 və
2 nöqtəsinin xətti sürətləri bərabərdir. Ona görə də yazıram V1 V2-yə bərabərdir. Amma 3 nöqtəsi mərkəzə daha yaxın olduğu üçün, yəni R məsafəsi daha yaxın olduğu üçün, R daha kiçik olduğu üçün 3 nöqtəsindəki xətti sürət daha kiçikdir deyə bilərik. Sonra bucaq sürətləri. Bucaq sürətləri kiçik diskin bucaq sürəti daha böyükdür. Yəni 1 nöqtəsindəki bucaq sürəti 2 nöqtəsindəki bucaq sürətindən daha böyükdür. Omega 1 omega 2-dən böyükdür. Amma 2 və 3 nöqtələrini müqayisə etdiyimiz zaman bunlar eyni mərkəzli disk olduğu üçün bu nöqtələrin bucaq sürətləri bir-birinə bərabərdir. Deməli, V1 V2-yə bərabərdir, V3-dən böyükdür. Omega 1 omega 2-dən böyükdür və omega 2 ilə omega 3 də bərabərdir. Ona görə sualın cavabı oldu 1 və 4. 27-ci sualla davam edirik. Blokdan asılmış cismin kütləsi 6 kiloqramdır. İpin sərbəst ucu yuxarı yönəlmiş 4 metr bölü saniyə kvadratı təcillə hərəkət etdirilərkən yükün çəkisi neçə newton olar? Bax, burada ipin təcilini verib. A ip bərabərdir 4 metr bölü saniyə kvadratı. A ip verilibsə A yükü tapa bilərik. A yük bərabərdir A ip bölünsün 2. Deməli, yükün təcili ipin təcilindən 2 dəfə kiçik olmalıdır. Buradan A yük bərabərdir. İpin təcili nə qədərdir? 4'dür. Bölürəm 2'yə. Buradan yükün təcili alındı. 2 metr bölü saniyənin kvadratı. İndi biz yükün çəkisini hesablayaq. P bərabərdir. Yuxarı doğru hərəkət etdirildiyi üçün M vurulsun J üstəgəl A yazıram. Kütləsi 6 kiloqram idi. Yazdım 6 vurulsun. Sərbəst düşmə təcili 10. Təcilin qiymətində 2 tapdıq. 12'ni də 6'ya vuranda 72 newton olur. 28 ilə davam edirik. 28-də deyir ki, qəfəsdə alınan spektrdəki maksimumların ən böyük tərtibini hesablayın. Maksimumların ən böyük tərtibi. Deməli, K bərabərdir. Düzdürmü? D bölünsün lambda yaza bilərik. Buradan periyodun qiymətini 0,1000 mikrometr verib. Bunu 0,1000. Mində 1 nə deməkdir? 10 üstü mənfi 3 deməkdir. Düzdürmü? Millimetrdə var, o da 10 üstü mənfi. Milli də 10 üstü mənfi 3'dür. Bunları bir-birinə vuranda eləyir 10 üstü mənfi 6. Deməli 0,1000 millimetr 10 üstü mənfi 6 metr deməkdir. Lambdanın qiymətini də verib 0,5 mikrometr. Mikro deməkdir 10 üstü mənfi 6 deməkdir. Bu da 0,5 vurulsun 10 üstü mənfi 6'dır. 10 üstü mənfi 6'lar getdi, qaldı geriyə 1 bölü 0,5. 1 bölü 0,5 deməkdir 2 deməkdir. Ona görə də maksimumların ən böyük tərtibi 2'yə bərabərmiş. 29'a gəldik. Deyir ki, cərəyan şiddətinin təsir edici qiymətini hesablayın. Birinci növbədə cərəyan şiddətinin amplitud qiymətini IM bərabərdir omega QM ifadəsi ilə hesablayaq. Buradan IM bərabərdir. Omeganın qiyməti sinusla T'nin arasında duran 100'dür. QM, yəni yükün amplitudu 0,1028'dir. Bunları bir-birinə vurduğumuz zaman cərəyan şiddətinin amplitud qiyməti alınır 2,8 amper. Biz buradan cərəyan şiddətinin təsir edici qiymətini hesablayacağıq. IM bölünsün kökdə 2. Bu da bərabərdir. Cərəyan şiddətinin amplitudu 2,8, kökdə 2 də 1,4 olduğu üçün 2,8 də 1,4'ə bölərik və cərəyan şiddətinin təsir edici qiyməti 2 amperə bərabər olar. 30-cu sualda deyir ki, ilk 4 saniyə müddətində işini hesablayın. Yaxşı, hesablayaq. Burada başlanğıc sürət 0'dır. Son sürəti tapmaq üçün buradakı fiqurun sahəsini tapmaq kifayətdir. Bu delta V'ni verir bizə. Delta V bərabərdir 8'dir. Başlanğıc sürət 0 olduğu üçün elə son sürət də 8'ə bərabərdir. O zaman buradan biz bilirik ki, kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Bu da bərabərdir. Başlanğıc kinetik enerji 0 olduğu üçün elə son kinetik enerjini yazırıq. O da mv kvadratı bölünsün 2'dir. Kütlənin qiyməti 2 vurulsun. Sürətin qiyməti 8 kvadrat 64 eləyir. Bölürəm 2'yə. 2'lər gedəndən sonra geriyə qalır 64 joule. Deməli ilk 4 saniyə ərzində əvəzləyici qüvvənin gördüyü iş 64 joule-a bərabərdir. Bu videonun da sonuna gəlmiş olduq. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.